Mən Əliyeva Nuraynə, Ağamehdi qızı. Ailəliyəm, bir qızım var. Özüm Ağsu rayonundanam. Hal-hazır Bakıda Nizam rayonu Qaraqarayev ərazisində yaşayıram. Mən evdar qadınam, işsizliklə bağlı, işlə bağlı. Dost xidmətinə gedib müraciət elədim Koroğlu'da. Dedilər ki, sizi işi təmin eləyəcəyik falan. Kurs istəyərsinizmi? Yəni aylıq ödənişləri vardı. Dedim, problem yoxdur, necə məsləhətdir. Kursa yazıldım. 3 dənə ad dedilər. Üçünü də yazdım. Sonra mənə zəng gəldi 1-2 aydan sonra, müraciətimdən sonra. 1-2 aydan sonra mənə zəng gəldi ki, bəs Nuraynə xanım, siz kursa qəbul olmuşsunuz, Alo-Dayə kursuna. Bəs gəlib müsahibədən keçməlisiniz. Dedim, yaxşı, problem yoxdur. Getdim, müsahibədən keçdim, məni kursa götürdülər. Biz Koroğlu'da, Arena Plaza'da 18-ci mərtəbənin 18-ci mərtəbəsində biz orada kursa oxumağa getdik. Bizi yönləndirdilər ki, təqaüd veriləcək, sizə ay-bay, yəni kirayədə qalırıq, təminatlı ailəyik, uşaq xəstələnir, müalicələri yatıra bilmirəm, beləncə, aylıq ödənişləriniz də eləyəcək, narahat olmuyor. Nəysə, biz kursa başladıq oxumağa, getdik günbəgün, vaxt itirdik. Bizə heç bir ay mənə yarımçıq pul ödənildi. Yəni, burada sənədlərdə də var. Bir ay yarımçıq bizə pul ödəndi, heç bir ödənişlər olunmadı. Biz rəhbərliyə bildirəndə dedilər ki, axırda ödənişləriniz olacaq, narahat olmayın. Gəlin, gedin axıra qədər, axırda ödənişləriniz olacaq. Dedik, hə, heç nə. Nəysə, biz getdik, iyul ayında kursa başlamışıq, iyul, avqust, sentyabr, 3 ay biz yayı, yəni, vaxt itkisidir də itirdik demək olar ki. Heç bir ödəniş görmədik. Ayın sonunda da, axırda da, yəni, pul, yəni, heç bir ödəniş görmədik. Bir para, yəni, deyim ki, vaxt itirdim. Ondan sonra dedilər ki, sizi işə götürəcək, müqaviləli işə. Siz kursunu bitirdiniz, sertifikat aldınız, sertifikatla təmin ediniz, keçdiniz kursda, imtihanla. Keçdik, imtihan verdik, keçdik, sertifikatla bizi təmin elədilər. Ondan sonra dedilər, sizi müqaviləli işə götürürük. Razısınızmı? Dedim ki, heç olmazsa işim olanda yəqin ki, maaş alaram da mən. İlker xanım dedi ki, bəli. Nəysə, biz rəsmi işə götürüləndə mənə dedilər ki, telefondan asan imza var. Oradan keçəcəksiniz işinə. Orada qol çəkəcək, yəni bir dənə orada imza ediləcək, asan imzadan. Sənət zat göstərilməyib mənə, heç bir sənət əsasında yox. Sadəcə olaraq asan imzadan. Biz dedilər ki, sən buranın rəsmi işçisisən, Nuraynə xanım. Oldu, sən bizimlə müqavilə, 3 ay müqaviləli işçi. Hər ay 400 manat maaş alacaqsan. Dedim, hə, lap yaxşı. Bir dənə o sualı verdim mən onlara ki, İlker xanım, mənim sığortam ödənilir dövlət tərəfindən. Dedilər, hə. Dedim, hə, heç nə. Nəysə, biz işə başladıq. 1-ci ay maaş oturuldu karta. 5 dəqiqə çəkmədi, kartdan pul çəkildi. Dedim, zəng elədim müdiriyyətə, dedim ki, yəni necə olur bu iş? Bizim maaşımızdır da, yəni bizə çatmalıdır o maaş. Dedilər, sizə adiyyəti yoxdur. Dedim, necə yəni? Müqavilə ilə biz sizinlə işə başlamışıq da, yəni bizim maaş oturursa karta bizə aiddir, bizim halal pulumuzdur. Dedi, sizə heç bir adiyyəti yoxdur. Siz burada yazılıblar ki, günlük səhər işdə olmalısınız. Mənə gecə zəng ediblər ki, gecə saat 3 dəfə mənə gecə yığıblar ki, gecə saat 2-yə, 3-ə qədər, 4-ə qədər restoranda uşağa baxmalısan. Axı, mənə elə söz deməmişlər əvvəlindən. Mənim də yoldaşım razı olmadı ki, sənin gecə saatlarında restoranda nə işin var? Günlük pulunuz veriləcək, əlavə. Maaşı adiyyəti yoxdur. Maaşınız da veriləcək, günlükünüz də veriləcək. Dedim, hə, yoldaşım, gündüz çağırın gedim. Gecə yoldaşım razı deyil. 3 dəfə təklif olundu gecə, yoldaşım qoymadığına getmədim. Günlükdə verilmədi. Yəni, bizim maaşımız hər ay 400 manat. Oturulur karta, çəkilir. Yəni, belə mən özüm o sualın cavabını tapmadığıma görə mən bu sualı sizə verirəm. Yəni, dövlət qurumlarına, başda Mehriban xanım Əliyeva, sizə müraciət edirəm, çox xahiş edirəm, bir evdar qadın kimi, bir xanım kimi, bir ana olaraq.
Yəni mən bu sualın cavabını tapa bilməmişəm. Mən bu sualın cavabını sizdən istəyirəm. Ki, yəni belə bir şey mənim tək başıma gəlmir ha. Bu minlərlə insanın başına gəlir bu iş. Alladırlar. Qadınlar, evdar qadınlardır, başları çıxmır heç nəydən. Savadları yoxdur, ali təhsilləri yoxdur. Mən ali təhsil almasam da, mən təhsilli ailədən çıxmış bir insan. Mənim atam 2 universitet bitirib. Yəni mən özüm görüb götürmüş bir ailədə gəlib çıxmışam bu ərsəyə ki, yəni mən bunu da müraciəti də eləməyə də mən özümə bir haqq borc bilirəm. Niyə? Çünki mən sabahlarım Allaha cavab verəcəm ki, sən orada niyə sustun? Niyə sustun? Çünki cəmaatın haqları tapdalanır burada. Mənim kimi qadınlarım, analarım başlarını ovadalar, aparırlar, vaxtlarını itirirlər insanlar ki, mən iş quracam, mənim işim olacaq, maaş alacam, mən qabağa gedəcəm. Sən demə, bizim üstümüzdən iş qururlar, özləri qabağa gedirlər, bizi alçaldırlar, aşağılayırlar. Yəni, bu niyə olmalıdır? Mən bunu sizə sual verirəm. Bu niyə olmalıdır? O sualı mən sizə, mənə hətta hələ bir üstəlik də günahkar ola məni günahkar çıxardıb. Bütün orada qruplarda, hər yerdə məni biabır eləyir ki, bu qızın başı xarabdır, filandır, bəs məkandır, bəs nədir, məni gəlib burada ifşa eləyir. Düzgün bir şeydir. Bir şey də əlavə eləmək istəyirəm ki, yəni 3 ay kursdur, 3 ay işdir. Yəni heç bir maddiyyət köçmədiyindən, nə kursdan pul, nə maaşdan mən getdim, müraciət elədiyim dost xidmətinə ki, yəni siz məni buradan kursa yönləndirmisiniz, yönləndirmisiniz. Necə oldu ki, bu işdən mən heç nə əldə edə bilmədim. Sənədləri çıxartdılar ki, hə, siz burada müqaviləli işçisiniz, Nurani xanım. Dedim, bilirəm işçiyəm. Bəs mənim maaşım köçmür, mənə heç bir ödəniş olunmadı, nə kursdan, nə maaşdan. Dedilər, biz o problemlərlə, dedim, yəni siz qoymusunuz da bu işin təməlini, ona görə mən sizə gəlib müraciət eləməyəm. Başqa hərə gedim. Dedilər ki, biz bu işlə məşğul olmağa, yəni bilmərik. Siz gedin mediasiyaya. Məhkəmə baxacaq bu işə. Məhkəməyə yönləndirin. Biz mediasiyaya gedəndə mənim işim çıxdı Qubada. Nəysə, mediasiyadan göndərəndə biz işi, Hünkar xanım zəng elədi. Dedi ki, müdiriyyət, get ver. Hara istəyirsən məhkəməyə vermirsən, hara verirsən, get ver. Necə yəni? Mənim dedi, indiyə qədər bu işlə illərdir məşğul oluram. Hələ mənim bu işimə, yəni heç kim, yəni belə bir, yəni olmamışdı da, yəni bu işimdə, yəni bu qabardan. Mən də dedim, Allah tərəfindən göndərilmişəm, əstağfurullah, haqları, kiminsə haqların deməkdən ötəri gəlmişik bura. Dedik, get müraciət elə, dedim, yaxşı, eləyərəm. Mən həqiqətən də bir Azərbaycan vətəndaşı olaraq sizdən xahiş edirəm artıq dərəcədə prokurorluğa, nə bilim, növbət qurumlara, bax, əlimdə fakt sənədlərlə gəlmişəm qarşınıza. Mənim işimə zəruri baxılsın, mütləq baxılsın mənim işimə, bu işim araşdırılsın. Yəni, görək bu işlər, yəni bunlar bu qədər haqsızlıqları edə bilməzlər insanlara. Haqlı olduğum yerdə bizi haqsız çıxartmağa onların heç bir ixtiyarı yoxdur.